Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Viyana şəhərində keçirilən 32-ci iclasının çərçivəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının baş katibi Firidun Sinroğlu ilə görüşüb. Bölgə TV xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüşdə Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri, hazırda Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzləşdiyi çağırışlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri, bölgədəki mövcud vəziyyət, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub. Avropada təhlükəsizliyin ciddi çağırışlarla üzləşdiyi hazırki dövrdə beynəlxalq hüquq normalarının, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi prinsiplərin qeyd-şərtsiz tətbiqinin təşviq edilməsinin vacibliyi qeyd olunub. Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə mövcud vəziyyətdə və reallıqlar, Vaşinqton samitinin nəticələri, ölkəmizin sülh prosesi çərçivəsində gözləntiləri barədə qarşı tərəfi məlumatlandırıb. İşğal dövrünün qalıqları olan Minsk prosesi və əlaqədar strukturların ləğvinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının fəaliyyətinin effektivliyi, habelə regional reallıqlara uyğun şəkildə işin təşkili baxımından vacibliyi vurğulanıb və əldə olunmuş nəticələr təqdir olunub. Dilbər Vüqar qızı, Bölgə TV.